Deyirəm, elə oturasan səhərdən axşamacan burada, dən səfəsən toğ cücüyə. Ləzzətdir valla. Amma bir iş var ki, daha toğlarda da dad tam qalmır. Sənin canın üçün, ay yox, sənin canı van düşmərəm, sənin canın artıqdır mənim üçün dünyalar qədər. Bizim rayonda toğlar vardı ki, rəngi alabəzək, göy qurşağı kimi. Amma indi, ey qardaş, indi hərdən ki yolum düşür o doğma yerlərə, baxıb nə görsəm yaxşıdır. Toğucanın rəngi ağ, inkubatoruz ki. Deyirəm ki, hani o çil-çil anajlar, qırqol quyruqlu xoruzlar, hani? Düz deyirsən. Geçmişdə deyirlər ki, nəhəng-nəhəng dalğalar, iri-iri qayalarla döş-döşə gələrmiş. Nə oldu onlar indi, ha? Yaxşısı budur, bir pürrəngi çay vurayıq. Ay kişi, harada görünüb toğcucuya vermişil çorbası yedirsinlər. Yaxşı yadıma düşdü. İtin yeməyinin vaxtıdır. Toplan da gözümə dəymir. Əşi, nə olacaq, itdi də, indi gizlənib yəqin kölgəliklərin birində. Atam rəhmətli deyərdi ki... Allah rəhmət eləsin. Allah ölənlərimə rəhmət eləsin. Kişi gərək 3 dənə şeyi gizlin saxlasın. Birinci pulu. Pulu. Pulun ki çox oldu, düşmənin də çox olacaq. Gərək qədərin bildirməyəsən. İkinci arva. Üçüncü getdiyin yeri. Gərək bildirməyəsən ki, hara gedirsən. Şamaxıdasan, gərək deyəsən ki, Ağsuduyam. Qoy Ağsuda axtarsınlar səni. Mirzə! Ağa Mirzə, tez elə də su soyuyor. Gəldim. Bu cür hacırda isti su nə edirsən? Arvadağa 2 gündən bir başın yiyir. Bizimki də belədir də, gərək mən su töküm, o da yiyilsin. Gəldim, gözümün işığı. Gəldim, anaş. Bərəkallah. Qabiliyyət yesin.